2019-cu ildə Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən yüzlərlə rayon sakinindən biri də Siyavuş Canatovdur. 2 il sonra torpaq sürüşməsi zamanı isə onun evi daha da yararsız vəziyyətə düşüb. Aidiyyatı qurumların qəzalı evlə bağlı verdiyi qərar isə 6 ildir ki, icra olunmur. Çöküb ev, kafellər də yalandan qoyulub hamısı. Bir də baxmış, bunlar çöküb yalandan qoymuşam bunları. 2019-cu ildə Şamaxıda baş vermiş zəlzələ zamanı komissiya zərər çəkən evlərin siyahıya alınmasını apararkən Siyavuş Canatovun da evinin zəlzələdən yararsız vəziyyətə düşməsi rəyini verib. Bundan sonra rayon ərazisində tikilən çoxmənzilli binada digər zərər çəkmişlər kimi ona da mənzili veriləcəyi qərarı alınıb. Zəlzələ baş verən günə qədər 6 il öncəyə kimi hansı ki yaxınlığında dayandığım bu hasar, o dəmirin yanında evin köməkçi divarlarının üzərinə aşan torpaq qatı isə bu hissədə olub. Elə sürüşmədən, zəlzələdən sonra torpaq qatı aşaraq evin üzərinə, hasar isə oradan bura gəlib. Və ev sahibinin bildirdiyinə görə torpaq qatı bu ərazidə aktivləşdiyi üçün hər ötən gün torpaq böyük hissəsi evin üzərinə doğru gəlir. Torpaq da həmin vaxtdan başladı aktivləşməyə, sürüşməsi. Sürüşüb həm zəlzələdə uçdu, dağıldı, həm də o görkən yerlər hamısı qaldı torpağın altında. İcra başçısının qəbuluna girmişəm, Tahir müəllimin. O da deyiblər ki, zəlzələ ilə əlaqədar biz icranın qəbuluna qoymuruq. Şahid iddia edir ki, o zaman icra hakimiyyətində rayon icra başçısının köməkçisi işləyən Yaqub Yaqubov adlı şəxs ona evin verilməsi üçün müəyyən şərtlər irəli sürüb. Lakin qarşı tərəf bu tələblərin heç biri ilə razılaşmayıb. Çağırdı, mənə dedi ki, sizə ev düşür, sənədlərim də onun qarşısında idi. Dedi, siz siyahıdasınız, ev düşüb. Orada bir başqa söhbət oldu. Mən dedim ki, düşüb, yəni mən heç bir başqa imkanım yoxdur da, nəyəsə şeylim. Dedi, hə, yaxşı, gir, baxarıq. Sonra məni siyahıdan çıxardıblar. Mən Fövqəladə Hallar Nazirinə müraciət elədim ki, bəs mənə ev düşübsə, siyahıda varamsa, niyə görə vermirsiniz? Fakt var idi siyahıda. O dedi, icra hakimiyyəti çıxardır sizi siyahıdan. Şahidçi deyir ki, qəzalı vəziyyətdə olan evi komissiya tərəfindən qəzalı kateqoriyasına salınıb. Sonradan sağ qəzalı sözü təmirlə əvəz edilib. Evin təmiri heç cür mümkün deyil. Ona görə ki, torpaq qatı hər gün aktivləşir, sürüşməsi. Bir yağış yağan kimi aktivləşir, çatlar böyüyür. Gəlib özləri yoxlayıb da hamısı. Şahidçinin dediyi kimi, ona ev verilməsinə kimlərsə əngəl olub? Gəldi, komissiya gəldi, dedilər burada böyük çatlar var, burada təhlükəlidir yaşamaq. Məndə körpə nəvələr var, evdə, həyətdə oynayırlar. Dedilər, olmaz burada yaşamaq. Biz də çıxdıq, kirayədə qallıq. Bu dəqiqədə kirayədə qallıq. Dedilər, yaşamaq olmaz. Maraqlıdır. 2019-cu ildə təbii fəlakətdən zərər görmüş onlarla sakin kimi Siyavuş Canatova niyə ev verilməyib və yaxud bu vaxta kimi niyə onun evi təmir olunmayıb? Əlimdəki bu sənədlər Şamaxı rayon icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təxminən 6 il öncə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən digər şəxslərlə yanaşı Siyavuş Canatova məxsus da fərdi evin qəzalı vəziyyətə düşməsini təsdiq edən sənədlərdir. Şamaxı rayon icra hakimiyyətindən bildirildi ki, 2019-cu ildə rayon ərazisində baş vermiş zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən vətəndaşın fərdi mənzilinə baxış keçirilib və onun evinin təmir olunan evlər kateqoriyasına daxil olunması barədə rəy verilib. Siyavuş Canatovun 2021-ci ildə müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyə nəzarət dövlət agentliyinin nümayəndələri tərəfindən onun evinə yenidən baxış keçirilmiş, evin sürüşmə nəticəsində qəzalı olması barədə baxış tərtib olunmuşdur. Vətəndaşın müraciəti ilə əlaqədar Şamaxı rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyə nəzarət dövlət agentliyinə yenidən müraciət olunmuş, agentliyin müvafiq komissiyasının verəcək rəy əsasında onun evi barədə müvafiq qərar qəbul olunacaqdır. Fövqəladə Hallar Nazirliyindən isə məsələ ilə bağlı bildirildi ki, vətəndaşın bir sıra dövlət qurumlarına təkrar baxış keçirilməsi ilə bağlı müraciətlərini nəzərə alaraq həmin fərdi yaşayış evinə mütəxəssislərimiz tərəfindən yenidən baxış keçirilməsi qərarı alınıb. Baxış keçirildikdən sonra mütəxəssislər tərəfindən veriləcək rəy əsasında məsələ ilə bağlı müvafiq qərar qəbul ediləcək. Mövzunu diqqətdə saxlayacağıq. Ümid edirik ki, komissiyanın növbəti baxışından sonra vətəndaşın problemi həll olunar, kirayədə qalmaq məcburiyyətindən qurtular. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər, Şamaxı.